ağzı söğüşlü. Bəzi insanlar görürsən ki, ucqar kənd yerlərində, sivilizasiyadan uzaq yerlərində görərsən insan ağzı hep söğüşlüdür. Yəni söğüş onun cümləsinin hər ikinci kəlməsidir. Bu belə olmur. Mömin belə olmur. Vələl-bəzi. Həmçinin söğüş olmasın çirkin kəlmələr. İnsanı alçaldan, insanı ləqəb gendirən, insanı aşağılayan, insanı yuxarıdan bu mömin sifəti deyil. Hədisə gələndə hədisi Şeyx Albani səhihləşdirmişdir. Hədisi Hakim rivayət eləmişdir və sahaha. Həmçinin Daraqutni rəccaha və hədis marfu Abdullah ibn Mas'udun sözləri olsa da Allah Nəbisi sallallahu əleyhi və səlləm raf edilir. Keçək digər hədisimizə. Digər hədisimizi Əbu Dərdə radiyallahu anhu Allah Nəbisi sallallahu əleyhi və səlləmdən belə rivayət edir. İnnallaha yubghidul fahişel bəzi. Həqiqətən Allahu Teala el-fahiş vəl-bəzi olana buğz eləyər. El-fahişi izah elədik. El-bezir izah elədik. El-fahiş pis kəlmələr danışan və pis əxlaq sahibi, həmçinin pis əməllər və pis feillər edən istər kişiyə, istər qadına deyilir. Və bu günah yəni kiçikdən böyüyə kimi gedir. El-bezi yəni danışarkən söyüş istifadə edən, ağzı söyüşlü olan insana el-bezi deyilir. Deməli Allah Əzzə və Cəl, İzzət və Cəlal sahibi təsəvvür eləsən, ey dəvətçi, sənə buğz edir. Həqiqətən Allah Subhanahu Taala'nın sifətlərindən el-hubbu vəl-buğz. Necə Şeyx Abdurrazaq deyir bunun şərhində və Şeyx Süleyman Ruhayli. Allah Teala sevir kimi mömin qulu, kəram sahibi, ehsan sahibi, iman sahibi, təqva sahibini. Həmçinin Allah Azze və Celle buğz edir, yəni nifrət edir, qəzəblənir. Kimə? Hədisdə gəlib onlardan biri el-fahişel-bəzi. Ağzı göyçək olan, bizim dildə desək üzr istəyirəm, yəni hep söyüş söyər, ağzından çirkin sözlər çıxar, tənə çıxar, alçatma sözlər çıxar, insanlar alçadar, danışanda emosiyalarını qapıb, emosiyalarına hökm verər. Bu dəvətçinin sifəti deyil, o ki qaldı müsəlmanın, möminin və s. ilə axır. İkinci hədisimizə gələndə Əxrəcəhu Tirmizi və Sahaha. İmam Tirmizi Sünəndə rivayət eləmişdir və həmçinin özü də səhih görmüş və Şeyx Albani həmçinin də səhih görür. Digər hədisdə gəlir ki, Mə kənən Nəbiyyü sallallahu aleyhi ve selleme fahişel bəzi. Bu hədisi isə İmam Buxari Cami Sahih hədisini rivayət edir. Buyurur ki, sahabi gəlir, Allah Nəbisi sallallahu aleyhi ve sellem özü də belə deyildi. Hansı sifətlərə malik deyildi? El-fahişel bəzi. El-fahiş izah elədik. Pis və çirkin kəlmələr danışan və pis və çirkin əməllər görən, əlbəzi söyüşlü ağız olan insan. Allah Nəbisi bu sifətə malik deyildi. Yəni burada Allah Nəbisinin simasında dəvətçinin obrazı var. Dəvətçi belə olmur. İslam dəvətçisi, iman dəvətçisi belə olmur. Bu, yəni Allah Nəbisi sallallahu aleyhi ve sellem nəhkindən çıxmış, onun yolu ilə getməyən, onun yolu ilə dəvət etməyən insanların düşdüyü kobud, xatadır. Allah hamımızı müaf eləsin. Və şərhində gəldi ki, huvəl-ləzi yəqulu qavlel qabih. Nə deməkdir? El-fahiş, çirkin sözlər danışır, danışanda çirkin sözlərdən istifadə edir. Daiman həmçinin eləyəndə də çirkin işlər görür. Və Şeyx Süleyman Ruhayli deyir ki, və möminə yaraşan və ondan əsla tələb olunan odur ki, ta'an olmasın, tənə edənlərdən olmasın. Əsla tənə etməsin, o ki qaldı davamlı tənə. Həmçinin səbəb olmasın, söyüş söyən. O kəs ki, tən edər insanların nəsəbində, haqq etmədən insanlar bunu, onun nəsəbində tən edir. Hara tən edirsən? Haqq etmədən. Həmçinin onların diyanətində, görürsən ki, mömin kişiyə sataşır. Ya da tən edir onların irzi şərifində, yəni ləyaqətində, şərəf və ləyaqətində. İrz, yəni şərəf və ləyaqətində, yəni namusunda. Haqqı olmadan bunu etməz, mömin biri olmur. Və lə'an həmçinin lənətdən olmur. Və burada bir fayda gəlir sonucda, hədisdən çıxardan yekun səmərə və nəticə. Allah Nəbisi sallallahu aleyhi ve sellem digər hədisdən buyurur ki, qiyamət günü ağzı lənətli olanlar, yəni şəfaət etməkdən məhrum olacaqlar. Hədisi İmam Müslim rivayət eləmişdir.